Bu ildən bütün növ pensiyalar artırılacaq. Artımlar inflyasiya göstəriciləri nəzərə alınmaqla həyata keçiriləcək və təqribən 9,2% olacağı gözlənilir. Bəs təqaüdçülər nə vaxtdan pensiyalarını artımdan ala biləcəklər? Millət vəkili Müşfiq Cəfərovun sözlərinə görə dəqiq vaxt Statistika Komitəsinin rəqəmlərindən sonra bəlli olacaq. Hazırki dönəmdə, yəni dekabr ayında hesablanmaqla yanvarın sonu, fevralın əvvəlləri Statistika Komitəsi tərəfindən verilən rəqəmlər də götürülərək hesablanması planlaşdırılır və fevral ayında çox böyük ehtimal ki, yəni bu elan olunacaq və artımlar təbii ki, gözlənilən artım təxminən 9,1-9,2%-dir. Ancaq yenə də dəqiq rəqəm demək olmur, çünki bu statistikadan alınan rəqəmlərdən asılı olacaqdır və təbii ki, bu yanvar ayından etibarən bu artımlar şamil ediləcəkdir. Sosial sahədəki bütün növ artımlar inflyasiya göstəriciləri nəzərə alınmaqla tətbiq edilir. İqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, əmək pensiyaları haqqında qanuna əsasən hər ilin yanvar ayından əmək pensiyaları indeksasiya olunaraq artırılır. 26-cı il üzrə pensiyaların artımı ilə əlaqədar müəyyən edilmiş faiz səviyyəsi ehtimal olunan inflyasiya səviyyəsinin üzərindədir. Yəni, pensiyaçıların kiçik həcmdə olsa belə, alıcılıq gücü müvafiq qərar nəticəsində 2026-cı ildə daha da yüksələ bilər. Nəzərə almaq lazımdır ki, 2026-cı ildə Azərbaycan hökuməti 5,4%, Mərkəzi Bank 5,7% ətrafında qiymət artımı proqnozlaşdırır və 9% pensiyaların təxminən artırılması bu qiymət artımları ilə müqayisədə daha yüksəkdir və dolayısıyla alıcılıq gücünü müsbət mənada dəstəkləyə bilər. O da qeyd edilib ki, artımlar məlum olduqdan sonra yanvar ayının artımı da fevral ayının əmək pensiyası ilə birgə vətəndaşlara ödəniləcək. Minaya Zaman, Xəzər xəbər.